Hər vaxtınız xeyir olsun. Bugün sizlərlə mürəbbələrin şahı çiyələk mürəbbəsinin reseptini paylaşacağım. Deməli, sodalı su hazırlayıram və çiyələkləri bu suya əlavə edirəm və başlayıram saplaqlarını təmizləməyə. Belə bu cür gördüyünüz kimi bıçaqla başından azca kəsib təmizləyirəm. Çiyələkləri təmizləyib yaxşı yuyuram və 2 kiloqram yarım çiyələyə mən 2 kiloqram 200 qram şəkər tozu götürdüm və gördüyünüz kimi bişirəcəyimiz qaba 1 qat şəkər tozu, sonra 1 qat çiyələk və ən sonda yenə 1 qat şəkər tozu əlavə edib qoyuram bir kənara. Ən azı 4-5 saat qalmalıdır ki, çiyələk öz şirəsini buraxsın. Əslində yaxşı olar ki, bunu axşamdan edib səhərə qədər belə gözlədəsiz. Amma mənim o qədər vaxtım olmadığı üçün mən 4-5 saat saxladım və gördüyünüz kimi artıq çiyələk öz şirəsini buraxıb və mən 3 dilim limon götürürəm və artıq şəkər tozu tam əridikdən sonra üzərinə 1 stəkan soyuq su əlavə edirəm və limonları da əlavə edib mürəbbəmi bişirməyə davam edirəm. Və burada çox kiçik, amma çox vacib püf nöqtə var ki, bu mürəbbəyə 1 xörək qaşığı bitki yağı əlavə edirəm. Günəbaxan yağı və yaxud qarğıdalı yağı da ola bilər, fərq etməz. Mən günəbaxan yağından istifadə etdim və mürəbbəni gur odda bişirməyə davam edirəm. Və hər zaman olduğu kimi mən mürəbbənin kəfini yığmıram və bişməyini, hazır olmağını bu cür yoxluyuram. Bir salfet üzərinə mürəbbənin suyundan damcıladıram. Əgər su salfetin üzərində qalırsa, demək ki, artıq mürəbbəmiz hazırdır. Və hazır olduqdan sonra biraz soyumasını gözləyirəm və belə sirkələyərək kəfinin tam mərkəzə yığılmağını nəzarət edirəm. Ondan sonra salfet vasitəsilə çox rahat şəkildə, asan bir şəkildə kəfini yığıram, gördüyünüz kimi videoda. Və nəticədə rəngi möhtəşəm, qatılığı çox gözəl, çox dadlı və dən qalan çiyələk mürəbbəsi alındı, gördüyünüz kimi. Əslində mən düşünürəm ki, bu reseptlə hazırlasaz mürəbbəni heç qışa qalmayacaq. Elə həmən yeyib bitirəcəksiniz.